Dostlar, hər birinizə salamlar. Bugünkü videomuzda sizləri dünyanın ən sakit, ən təhlükəsiz, ən təmiz və eyni zamanda ən soyuq ölkələrindən birinə, Finlandiyaya aparıram. Bu ölkə haqqında bəlkə çox şeylər eşitmişsiniz. Avropanın ən xoşbəxt ölkəsi, ən yaxşı təhsil sistemi, ən güclü sosial dövlət modeli, ən aşağı korrupsiya indeksinə malik ölkə və daha nələr. Amma bu ölkə həqiqətən necədir? Orada yaşamaq necə hissdir? İnsanları necədir? Finlandiyada iş tapmaq, kirayə ev götürmək, maaşlar, vergilər, həyat tərzi, dil problemi, qara, qış ayları, uzun gecələr, bütün bu mövzuların hamısını bu videoda tam detallı şəkildə real məlumatlara söykənərək danışacağıq. Bu video Finlandiya haqqında internetdə tapa biləcəyiniz adi məlumat toplaması deyil. Burada Finlandiyanın tarixindən tutmuş təhsil və səhiyyə sisteminə, maaşlarından tutmuş sosial həyatına qədər, ən xırda detalına qədər izah edəcək. Məqsədim siz videonu bitirdikdə Finlandiyanı sanki öz gözlərinizlə görmüş kimi tanıyasınız. Odur ki, rahat oturun, çayınızı, kofinizi alın və gəlin birlikdə şimalın sükut içində yaşayan ölkəsi Finlandiyanı kəşf edək. Finlandiya, Şimali Avropada Skandinaviya yarımadasının şərq hissəsində yerləşən bir ölkədir. Şimalda Norveç, şərqdə Rusiya, cənubda Baltik dənizi, qərbdə isə İsveçlə sərhəddir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Təsəvvür edin, ölkənin %75-i meşədir. Bu səbəbdən Finlandiya Forest Nation kimi də tanınır. Bununla yanaşı, Finlandiyada 188 mindən çox göl var. Bu qədər gölün olduğu üçün ölkəyə The Land of a Thousand Lakes deyirlər. Amma əslində göl sayı 1000 yox, 188 mindir. İqlim. Bəli, gələk o məşhur soyuğa. Finlandiyada qış ayları çox sərtdir. Xüsusən Laplandiya bölgəsində temperatur -30, hətta -40 dərəcəyə qədər düşə bilir. Amma Helsinki, Tampere, Turku kimi şəhərlərdə daha yumuşaqdır. Qışda ortalama -5, -10 dərəcə olar. Əvəzində yayları çox gözəldir. Günəş 22:00-da batır, havalar sərin, təbiət yaşıl, bütün ölkə yayda sanki nəfəs alır. Finlandiyanın tarixi çox qısa görünə bilər, amma hikmətlərlə doludur. Əsrlər boyu iki güc arasında sıxılıb qalmışdı. Qərbdə İsveç, şərqdə Rusiya. Finlandiya 700 il İsveçin, sonra 100 il Rusiyanın hakimiyyəti altında yaşayıb. Bu ölkənin həm İsveç dilinə yaxınlığı, həm də şimal mədəniyyətini izah edir. 1917-ci ildə Finlandiya nəhayət müstəqilliyini elan etdi. Ancaq müstəqilliyinin ilk illəri asan olmadı. Qış müharibəsi, davam müharibəsi, Rusiya ilə çətin münasibətlər, bütün bu çətinliklər Fin xalqını təvazökar, intizamlı, güclü və sakit bir millətə çevirib. Buna Finlər özləri Sisu deyirlər, yəni əzmkarlıq, iç gücü, təslim olmamaq. Bu anlayış Finlandiya mentalitetinin təməlidir. Finlandiya parlamentli bir respublikadır. Prezident var, amma daha çox protokol və xarici əlaqələrdə rol oynayır. Əsas güc hökumətdədir, yəni baş nazir və nazirlər şurası. Finlandiyanın idarə sistemi dünyanın ən şəffaf idarə etmə modeli hesab olunur. Korrupsiya yoxdur, demək istəmirəm, amma dünyada ən aşağı göstəricilər buradadır. Burada qərarlar qışqıraraq, dava edərək verilmir. Birləşdirici siyasət hökm sürür. Səssizlik və sakitlik bura siyasətindən tutmuş, küçələrinə qədər hər yerdə hiss olunur. Hətta Finlər özü də deyir, bizdə insan qışqırsa ya sərxoşdur, ya da turist. Finlandiyanın təhsil sistemi dünyada nağıl kimidir. Bütün ölkələr öyrənmək istəyir, amma heç kim tətbiq edə bilmir. Niyə? Çünki Finlandiya bütün sistemi bərabərlik üzərində qurub. Burada şagirdlərə ev tapşırığı çox verilmir. İmtahan yükü azdır. Məktəblər arasında fərq yoxdur. Universitet demək olar ki, pulsuzdur. Müəllimlik ən prestijli peşələrdən biridir. Müəllimlərə tam sərbəstlik verilir. Uşaqlara stres yox, özünü tapmaq öyrədilir, kəşf etmək öyrədilir. Finlandiyanın məqsədi hər kəsdən dahi düzəltmək deyil. Məqsəd budur. Hər bir uşağa onun potensialını həyata keçirmək imkanı yarat.
Nəticə: dünyanın ən yaxşı təhsil sistemi. Finlandiyada səhiyyə bahalı deyil, çünki dövlət tərəfindən dəstəklənir. Ölkənin ən güclü tərəflərindən biri də budur. Burada həkimə getmək ucuzdur, tibbi xidmət yüksək səviyyədədir. Doğuş, əməliyyat, müalicə çox az xərc tələb edir. İnsanlar sığorta ilə rahatdır. Hamı eyni səviyyədə xidmət alır. Kasıb, zəngin fərqi yoxdur. Bundan başqa müavinətlər çox güclüdür. Uşaq pulu, ailə dəstəyi, işsizlik pulu, təqaüd sistemi, tələbə müavinətləri. Finlandiya sosial ədalət konseptini real həyata keçirən az ölkələrdən biridir. İndi gələk çoxlarını maraqlandıran hissəyə. Finlandiyada gündəlik həyat neçəyə başa gəlir? Kirayə Helsinki üzrə. Bir otaqlı mənzil Helsinkidə 900-1300 euro arası, 2 otaqlı mənzil 1200-1700 euro arası, 3 otaqlı mənzil isə 1600 və 2200 euro arasında dəyişir. Helsinkidən uzaqlaşdıqca məsələ Tampere, Turku, Qulu, Oulu qiymətlər %20, %30 aşağı düşür. Yemək, aylıq supermarket xərci tək adam üçün 250-350 euro civarında, geniş ailə üçünsə 500-700 euro arasında. Nəqliyyat, aylıq avtobus kartı 60-75 euro, internet və telefon, internet 25 euro, mobil paket 15-20 euro. Yəni bir insan Finlandiyada normal yaşamaq üçün təxmini 1300-1600 euro xərcə ehtiyac duyur. Finlandiyada maaşlar Avropa standartına görə yüksəkdir, amma vergilər də yüksəkdir. Ortalama maaş, ümumi orta maaş 3300-3600 euro arası, təcrübəli işçilər 4000-5000 euro, IT sektorunda 4500-6500 euro, həkimlər 7000 plus, qrup rəhbərləri 4500 euro və üstü, təmizlik işləri 1900-2300 euro arası, fabrika və ambarlar 2300-2800 euro arasında dəyişir. Burada saatlıq maaş sistemi çox məşhurdur. Bir çox tələbə belə gündə 5-6 saat işləyib yaxşı pul qazana bilir. İş tapmaq çətindir. Finlandiya dil problemi səbəbindən bəli, biraz çətindir, amma IT, mühəndislik, səhiyyə, təhsil, logistika, elektrik və qaynaq kimi peşələr kimi sahələrdə əcnəbi işçilərə ehtiyac böyükdür. Finlandiya dili niyə çətindir? Fin dili dünyada ən çətin dillərdən biri hesab olunur. Çünki qrammatikası çox fərqlidir. 15 hal sistemi var. Cümlə quruluşu ingiliscə deyil, türk dilinə daha yaxındır. Sözlərin uzunluğu uzundur. Bir söz çox məna verə bilər. Amma bir üstünlük var. Fin dilində tələffüz çox asandır. Necə yazılırsa elə oxunur. Tam türkçə kimi. Yəni başlamaq çətindir, amma öyrənəndən sonra çox rahat olur. Finlandiya mədəniyyəti və insanlar. Finlər çox sakit insanlardır. Onlar qeyri-lazımsız danışmağı sevmir. Səmimidir, amma soyuq deyil. Sadəcə məsafəlidir. Yalan danışmağı sevmir. Söz verdilərsə yerinə yetirirlər. Sakitlik onlar üçün həyati əhəmiyyət daşıyır. Trafikdə siqnal vermək belə nadirdir. Dostluq qurmaq vaxt alır, amma qurandan sonra çox sadiq olurlar. Finlandiya insanlarını anlamaq üçün bir ifadə var. Finlandiyada səssizlik bir narahatlıq deyil, bir rahatlıqdır. Bu xalq tərəfindən çox sevilən saunalar, göl kənarı evlər, təbiət gəzintiləri Finlandiya həyat tərzinin ayrılmaz hissəsidir. Qış həyatı, 6 ay qaranlığın realitesi. Finlandiya qışda tam başqa bir dünyaya çevrilir. Xüsusən ölkənin şimal hissəsində, Laplandiyada qış 6 aya qədər davam edə bilir. Gündüzlərin qısa olması bəzilərinə romantik gəlsə də, orada yaşayanlar üçün bu həm fiziki, həm də psixoloji çətinlik yaradır. Dekabr-yanvar aylarında bəzi şəhərlərdə gün işığı yalnız 3-4 saat olur. Hətta Laplandiyada aylarla günəş çıxmayan bölgələr var. Buna polar night, qütb gecəsi deyilir. Bəs insanlar necə uyğunlaşır? D vitamini mütləqdir. İş yerlərində işıqlandırma çox güclüdür. İnsanlar qış idmanlarına çox vaxt ayırır. Ev və ofislərdə isti, işıq tonları istifadə edilir.
Finlilər qışı depressiya kimi yox, təbii həyat dövrü kimi qəbul edir. Bütün bunlara baxmayaraq, qış Finlandiyanın ən cazibədar tərəflərindən biridir. Qarla örtülü meşələr və donmuş göllər ölkəni nağıla çevirir. Laplandiya və Santa Claus kəndi. Finlandiyanın ən turistik bölgələrindən biri Laplandiyadır. Dünyanın hər yerindən turistlər bura gəlir, çünki Santa Clausun rəsmi evi buradadır. Şimal işıqlarını Aurora Borealis izləmək mümkündür. Reindeer, Maral və Husky turları çox məşhurdur. Qarlı meşələrdə qar motosikleti turları təşkil olunur. Iglo tipli şüşə evlərdə qalmaq mümkündür. Rovaniemi adlı şəhərdə yerləşən Santa Claus Village ildə milyonlarla turist qəbul edir. Buraya girəndə hiss edirsən ki, sanki uşaqlığa qayıtmısan. Hər yer bəyaz, hər yer işıqlı və hər kəs gülümsəyir. Şimal işıqları isə Finlandiyanın ən möhtəşəm təbiət fenomenidir. Göydə rəqs edən yaşıl və bənövşəyi işıqları görmək üçün insanlar bəzən minlərlə kilometr yol gedir. Laplandiya Finlandiyanın Magical World tərəfidir. Finlandiyada iş mədəniyyəti. Fin iş mədəniyyəti çox fərqlidir. Bura gələn əcnəbilərin ən çox təəccübləndiyi şeylər bunlardır. İşdə heç kim qışqırmır, şef sənin patronun yox, komanda yoldaşındır. Saat 16:00-da ofislər demək olar ki, boşalır. Overtime artıq iş saatı çox nadir haldır. Müşavirələr qısa və konkret olur. Karyera qurmaq üçün yalmanmağa ehtiyac yoxdur. Finlandiyada iş-həyat balansı müqəddəsdir. İnsanlar işdən çıxıb birbaşa ailələrinə, idmana, saunaya və ya təbiətə gedirlər. Hətta bir çox şirkətdə cümə günləri evdən iş təcrübəsi çox yaygındır. Burada çox şeyi bacarıq yox, etibar həll edir. Fin insanı etibar edirsə, hər şey yolunda gedir. Fin saunası, milli mədəniyyət. Sauna Finlandiyada sadəcə isti otaq deyil, həyat dərsidir. 5,5 milyon əhalisi olan ölkədə 3 milyona yaxın sauna var. Evdə, işdə, idman mərkəzlərində, hətta bəzən şirkətlərin içində belə sauna olur. Finlilər üçün sauna stressdən qurtulmaq, ailə və dostlarla vaxt keçirmək, problemləri sakit mühitdə müzakirə etmək, bədəni və zehni təmizləmək üçün ən vacib məkandır. Hətta Finlandiyada belə bir deyim var. Saunada hamı bərabərdir. Prezident də, işçi də. Saunadan sonra insanlar çox vaxt soyuq suya girir. Bu alət bədəni möhkəmləndirir və immuniteti gücləndirir. Finlandiyada gündəlik həyat və reallar. Finlandiyada yaşamaq çox gözəl olsa da, hər şey mükəmməl deyil. Gəlin həm üstünlüklərə, həm də çatışmazlıqlara baxaq. Üstünlüklər: təhlükəsiz və sakit həyat, hava təmizdir, sosial dövlət güclüdür, təhsil və səhiyyə yüksək səviyyədədir, insanlar səmimi və etibarlıdır, təbiət gözəldir, göllər çoxdur. Çətinliklər: qaranlıq qış psixoloji çətin ola bilər, soyuq hava bəzən bezdirir, vergilər yüksəkdir, dil çətindir, kirayə qiymətləri xüsusən Helsinki üçün bahadır. Bu reallıqlara baxmayaraq, Finlandiya dünyada yaşamaq üçün ən yaxşı ölkələrdən biri siyahısında hər il birinci sıraya yaxın olur. Dostlar, bura kimi. Mən Yasin Oğuzov. Əgər videomu bəyəndinizsə, videonu bəyənməyi, like atmağı və kanalımıza abunə deyilsəniz də abunə olmağı unutmayın. Sağ olun və Allah amanında qalın.